Hər kəsi xoş gördük, gözəl izləyicilər. Bugün Vişnovka 2 bağlarındayıq. Vişnovkanın gözəl bir ərazisindən hər kəsi salamlayıram. Deməli, gördüyünüz kimi bu bağımız 16 sotun içərisindədir. Sənədləri isə paket kupçadır. Evin də torpağın da çıxarışı. Gördüyünüz kimi həyəti belə bir kvadrat gözəl həyəti var. İki tərəfi də yoldur, hörmətli izləyicilər. Sol və sağ tərəfi bu bağın yoldur. Onu da sizin nəzərinizə çatdırım. Həyətində burada su quyusu mövcuddur və toyuq üçün əl damısı mövcuddur və gözəl həyətinə quruq yolka ağacları əkilib və burada isə belə bir gözəl böyük basensi mövcuddur. Baseynin qarşısında isə pisetkası. Onu da sizə çəkib göstərəcəm. Burada isə qaracı mövcuddur. Həyətin küçədən maşın salmağı üçün, daxil eləmək üçün qarşı mövcuddur. Hal-hazırda burasını kladovka kimi istifadə edirlər. Və gördüyünüz kimi gözəl bir işıqlı ərazidə yerləşir bura. Burada yay mətbəxidir. Dediyim kimi bura böyük baseyndir. Bu bağda yaşayış yoxdur, hörmətli izləyicilərimiz. Yəni səliqəsiz ola bilər. Yəni bu bağa qulluq olunmayıb. Pisetkası da gördüyünüz kimi geniş gözəl pisetkası var. Pisetkasını sizlərə çəkim göstərim. Həyətində belə bir gözəl palma ağacları mövcuddur. Və müxtəlif meyvə ağacları. Onu da sizin nəzərinizə çatdırım. Bu həyətdə müxtəlif meyvə ağacları var. Gördüyünüz kimi baseyn hardasa bir 10-un 5-i olar. Yəni çox böyük, gözəl baseyndir. Filtrinə kimi var. Yəni təmizlənsə çox gözəl olar. Gördüyünüz kimi bura pisetkasıdır. Və dediyim kimi həyətində növbə-növ meyvə ağacları mövcuddur. Və belə bir gözəl güllər. Əncir ağacına kimi var. Yəni ağacları saymağa ehtiyac yoxdur. Deməli, həyətində hörmətli izləyicilər, onu da sizin nəzərinizə çatdırım. Qazı, suyu, işığı hər bir kommunallar daxil olmaqdır şərti ilə. Gördüyünüz kimi bütün sularma sistemi var hər bir tərəfdə. Yəni burada da böyük darvazası var. Yəni rahat maşınınızı da həyətinə daxil edə bilərsiniz. Həyətində əlavə sanitar qovşaq və burada isə letni mətbəxi mövcuddur, hörmətli izləyicilərimiz. Gördüyünüz kimi belə bir mini gözəl yay mətbəxi mövcuddur. Və keçid edək evimizin içərisini də sizlərə göstərəcəm. Dediyim kimi həyətində əlavə su çəni. Gördüyünüz kimi həyətində əlavə su çəni və sanitar qovşaq. Bütün kommunallar daxil dediyim kimi. Keçid edək evimizin içərisini sizlərə göstərim. Evimiz yerdən kürsüdür, onu da sizin nəzərinizə çatdırım. Bağımızdakı çox gözəl bağdır. Buradan evimizə daxil olduqda deməli, bizi qarşılayır belə bir qonaq otağı və burada isə sanitar qovşaqdır. Qonaq otağı, sanitar qovşaq burada. Bir yataq otağı. Deməli, burada ikinci yataq otağı. Bura isə hörmətli izləyicilərimiz, balaca paltar yuma otağı. Gördüyünüz kimi. Dediyim kimi, bütün kommunallar da daxildir. Bu evimiz, bu bağımızın qiyməti, dəyərli izləyicilər, 150.000 manat startlı qiymət deyilir. 150.000 manat. Bağ sahibi real alıcıya şəxsən bağ sahibi tərəfindən gözəl indirim olacaq. Real alıcımıza. Yəni əlaqə nömrələrimizdə səhifədə qeyd olunub. Yəni digər bağlarımızla və yaxud torpaqla, evlərlə maraqlanmaq istəyənlər, yəni səhifəmizə keçid edib bizim səhifəmizdən o birisi evlərimizlə tanış ola bilər. Gördüyünüz kimi. Hətta evimizin arxa hissəsində belə bir yer mövcuddur və ehtiyat yenə burada su çəni mövcuddur. Hələlik sağ olun. Bizi izləməyi unutmayın.